Bakı Slavyan Universitetində fevralın 1-dən etibarən müəllimlərin əmək haqlarının hesablanmasında yeni sistemə keçid olunur. Yeni Sabah məlumat verir ki, universitetdə tətbiq ediləcək differensial əmək haqqı sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək. 3 mərhələdən ibarət olacaq prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndirmənin əsas meyarları kimi götürüləcək. Yeni sistemin ən diqqət çəkən tərəfi maaş artımının dərəcəsidir. Belə ki, reyting siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları 2 dəfə artırılacaq. Siyahıda 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40%, 61-100-cü yerlərdəkilər üçün isə 20% artım nəzərdə tutulur. Bu prosesdə iştirak könüllü olsa da, tələbələrin müəllimləri qiymətləndirməsi də yekun nəticəyə təsir edən daimi amillərdən biri olacaq. Universitet rəhbərliyi qeyd edib ki, bu addım həm təhsilin keyfiyyətini yüksəltmək, həm də müəllimlər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır.